Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Hay Allah. Dedim nəfəsim kəsiləcək. Mənə bax ay qız. Mənə bir fincan çay ver, tez ol. Yaxşı. Götür. Çox sağ ol. Yaxşı. İndi danış görüm. Polad sənə nə dedi? Sən demə o bu ev haqqında hər şeyi bilir. Bu necə ola bilər? Nə bilim. Soruşdu ki, sizin mirasa nə dərəcədə haqqınız çatır. Yaxşı. Bəs sən nə dedin? Nə deyəcəm, Nə varsa hamısını ona dedim. Dedim ki, xanım qızımız varis sayılır. Dedim ki, Səmanı bu işə razı salmağa çalışırıq. Ona dedim ki, tezliklə gətirib sənə verəcəyik. Polad şübhəli adamdır. Mirasla bağlı bu söhbətdən xəbər tutan kimi tez deyir ki, mən də varam ay kişi. Çox ağıllıdır, çox. İndi də o bizi sorğu-suala tutub, bundan çıxış eləyərək danışır. Əclaf. Zibilə düşdük də. O, yəqin ki, Səmanın burada olduğunu bilir. 100% bilir. Səmanın bizim qızımız olmadığını gizlətdiyimizi də yaxşı bilir. Biz də lap çox bölümlü seriala çevrilmişik, Düzdür. Düz deyirsən. Elə bil, hər şey ardıcıl olaraq bir-birinin ardınca gəlir. Hər şey bir tərəfə qalsın. Sənə bir söz də deyim. Axı hələ Samir də var. Saç nümunəsi götürdüyümdən xəbər tutub. Doğrudur, ha? Sən demə o yaramazın otağında gözlə görünməyəcək qədər kiçik bir kamera var imiş. Ehtiyatlı olmaq lazımdı, bəlkə elə burada da var. DNT günü də yaxınlaşır ay kişi. Bir də ki onu razı salmaq istəyəndə mənə dedi ki, Bu fikirləşərəm. heç yaxşı olmadı. Məncə bu Allahın cəzasıdır. Yay arvad. Razılıq ver, biz bu niyabət evdən tez rədd olub gedək. Belə eləməsən, sonra bizim üçün çox pis olacaq. Biz burada qala bilmərik. Qoy bu mal dövlət, qoy bu mal mülk o səmaya qalır qalsın da. Bunun bizə nə xeyri var axı? Gərək elə hər şey sənin olsun. Heç vaxt. Hətta ölsəm də getmərəm. Bu boyda var dövlət qala-qala, bu boyda miras ola-ola getmərəm. Artıq geriyə yol yoxdur. Ya alacağım, ya da öləcəm. Getməyəcəm. Məyər mən bu boyda mirası o yetimçəyə verən axmağa oxşayıram? Mən ulduz, hə? Yox, oxşamırsan. Sən elə burada qal, bu evdən əl çəkmə. Mən gedirəm, sən qal. Sağ ol. Ay kişi, bu ev mənimdir. Başım gicəlləndi. Bizdən danışma. Bəs sən özün, nədir? Sənin asan pul tapmaq bu cür saraylar xoşuna gəlmir, hə? Xoşuna gəlmir? Söhbəti fırlatmayın. Əgər Banu bu evin varisi olmasa, sən onsuz da əsl varisin harda olduğunu bilməyəcəksən. Bunu yalnız mən bilirəm. Dəyişdirdiyim saç da həmin o qızın saçı idi. Başa düşdün? Yaxşı. Bəs hardadır o mirasın varisi? Bağışla. Üzr istəyirəm. Bunu sənə deyə bilməyəcəm.
Sana əla bir təklifim var. Banu'dan xoşun gəldiyindən xəbərim var. Bizi bura gətirəndən sonra Banu'ya necə baxdığını da görmüşəm. Mən yenə başqa bir-iki şey də görmüşəm. Səltənət ana Banu'nu öz nəvəsi hesab eləyir. Mənə bax, sən mənim ora qoyduğum saç nümunəsini apar. Nə dəyişəcək? DNT eyni çıxacaq. Və salam, bu qədər. Banu isə əsas varis olacaq. Sənsə, oy, sən mənim çox xoşuma gəlirsən. Sən də bu sərvətin yeganə varisinin əri olacaqsan. Banunu həqiqətən də sevirəm. Amma neçə illər duz çörək yediyim yerə də tüpürə bilmərəm. Axı, Səltənət anaya xəyanət eləyə bilmərəm. Amma sən də insansan, Samir. Səltənət ananın nə sadiq qulu, nə də ki, xidmətçisi deyilsən. Sən artıq öz həyat yolunu cızmalısan. Nə vaxta qədər buyruq qulu olub elə baş üstə deyəcəksən? Nədir? Axı nə vaxta qədər belə əzab çəkə-çəkə yaşayacaqsan, Samir, hə? Yox. Səltənət ana əvvəl-axır bu həqiqəti bilməlidir. Sən hələ getməmsən? Yox. Məyər getməli idi? Salamatlıqdır. Niyə belə deyirsən? Tez ol, çıx get. Sən təcili getməlisən. Banu, biraz aydın danış. Bir də mənə Banu demə. Mən artıq o Banu deyiləm. Mən Banu xanımam. Gördüyün bu evin sahibəsiyəm. Sən bir anın içində necə belə dəyişə bilərsən? Banu, biz səninlə gör neçə illərdir bir evin adamıyıq. Axı biz bacı kimi idik. Bu hələ də belədir, Banu. Xeyr, elə deyil. Hər halda biz doğma bacı deyilik. Sən mənim uzaq qohumumsan. İndi isə çıx get. Get dedim. Getməyəcəm. Çünki anam mənə deyib ki, getmə. Sənin o anan da, atan da sənin ardınca gedəcəklər. Sənin kimi ayaq yalınlara dözməyə halım yoxdur. Get. Banu. Get özünə başqa yerdə iş tap. Səni onlar böyüdüblər. Nazını çəkib qayğına qalıblar. Banu, sən başqasının övladı olsan belə sənə böyük sevgi veriblər. Mən səni tanıya bilmirəm, Banu. Yəni mən səni belə narahat eləyirəm, hə, Banu? Axı bütün günü mətbəxdə sakit işləyirəm. Hətta bizim bacı olduğumuzu belə heç kim bilmir, Banu. Hətta bu miras sənə qalsın deyə mən öz anama Ulduz xanım deyirəm. Mənim üçün də ağırdı. Səndən xahiş eləyirəm. Biraz mərhəmətli ol. Hə, yaxşı. Bugün olmasa da onsuz da tezliklə gedəcəksən. Amma səndən bir xahişim var. Çalış bacardığın qədər gözümə az görün. İndisə tez qəhvə dəmlə otağıma apar. Şəkəri 2 qaşıq olsun. Axmaq. Alo, Banu. Alo? Səndən danışa bilərik. Otağındasan? Hə, otağımdayım. İndi gəlirəm. Səma. Gəl.
Banu, Mənə sözün var, Samir qardaş. nə bilim, sadəcə səni görmək istədim. Hə, mənə səni narahat eləyən o oğlanın nömrəsi lazımdır. Onu almaq yadımdan çıxıb. Hə, onun nömrəsini bloka atmışam. Hə, yaxşı. Hə, bir də səndən bir söz soruşa bilərəm. Banu, tezliklə sən miras sahibi olacaqsan. Demək istəyirəm ki, əməlli başlı varlı xanım olacaqsan. Onda mənim kimi adi oğlana könül verə biləcəksən? Banu, xahiş edirəm. Mənə cavab ver. Mən sadəcə... Sən yaxşı oğlansan, Samir qardaş. Amma... Özünü yazıq pişiklər kimi aparma, mənə cavab ver. Mənə düzünü de, tez ol. De ki, varalandan sonra heç kimin bir tengini də almayacaqsan. Sən və ailən fırıldaqçısız, hamınız yalancısız, bildin? Ay, axı niyə belə deyirsən, Samir qardaş? Biz nə vaxt yalan danışmışıq? Oo, sudan ağrı aydan durusuz, hə? Ey Nazlı xanım, bu yalanlarınla məni aldada bilməyəcəksən. Mələk cildinə girib ifritəli eləməyinə imkan verməyəcəm. Tez ol, elə bu dəqiqə əşyalarını yığ, buradan rədd ol. Elə eləmək ki, öz əlimlə hamınızı öldürün, bildin? Məni başa düşdün? Samir qardaş. Samir qardaş. Nə oldu, niyə fikrə getdin? Sadəcə bilmək istəyirdim mənə qismət olacaqsan, ya olmayacaqsan. Bunu bilmək istəyirdim. Bəs ailə üzvlərin buna nə deyər? Axı sən heç vaxt onlar haqqında düzəməlli danışmamısan. Bunu sözsüz ki, həll eləyəcəm. Amma vaxtı zamanı gələndə, yaxşı, mənə o oğlanın nömrəsini verəcəksən? Həm, indi zəng eləsən belə yersiz olar. Əgər bir də narahat eləsə, onda verərəm. Hə, gecən xeyrə qalsın. Nəclaf. Mən heç sənin kimi xidmətçini sevərəm. Aslan, Sakit. Sakit. Aslan senin gecenin bu vakti burada ne işin var axı? Səndən danışmasam mənim gözümə yuxu getməz. Səndən açıq şəkildə hər şeyi danışmaq istəyirəm. Yəni nəyi? Hı? Axı niyə sən burada məcbur qalırsan? Mən Dayan. Tələsmə. Bir dəqiqə. Bəlkə də qulaq asmağa cəsarətim çatmadı. Mənə heç nəyi izah eləmə. Yaxşı. Onda belə eləyək. Yaxşısı budur, mənlə gedəsən. Götür bu pulları o anana ver, yaxşı? Deməli mənə inanmırsan, hə Səma?
Sənə düzünü deyirəm, mən oğru deyiləm. Adi yetim bir uşağam. Sənin həmin o ata-anandan xeyir gəlməz. Danışma. Əgər xeyir gəlsəydi, onlar səni heç vaxt satmazdılar. İkimiz də başımızı götürüb buradan uzağa gedək. Bu dünyanın ən xoşbəxt ailəsi olaq. Hər şey yaxşı olacaq. Bizim 3 övladımız olar. 2 qız, 1 oğlan. Get buradan. Bilmirəm. Bəlkə də oğlumu sənə verib qızlarımla dünyanı gəzdim. Sən oğlunla qalmağa razısan? Gəl buradan çox uzağa gedək Səma. Heç kimin bizi tanımadığı bir yerə gedək. Mən bu barədə yaxşı-yaxşı fikirləşməliyəm. Xahiş edirəm, məni başa düş. Talihimi bir neçə saniyəyə həll edə bilmərəm. Sabah kimi yaxşı-yaxşı fikirləş. Hı? Sabah səni həmin o damın üstündə gözləyəcəm. Dayan. Xahiş eləyirəm. Məni belə çətin bir sınaqla üz-üzə qoyub getmə. Mən getməliyəm. Hı? Götür o pulu da özgəsinə ver. Artıq bu malikanədə bizim borcumuz yoxdur. Başa düşdün? Həmin o damın üstündə razılaşdıq. Mütləq gəl, yaxşı? Bir də heç vaxt qayıtmamaq şərti ilə buradan çıxıb gedək. Dedim axı fikirləşəcəm. Əgər tez çıxıb getməsən, səni kimsə görə bilər. Mən gedirəm. Özündən müğayət ol, yaxşı? Bir dəqiqə dayan. Yenə nədir? Hələ getməmişəm, artıq mənim üçün darıxırsan. Hə? Deyil. Hələlik. Heç olmasa ömründə bir dəfə də olsa qapıdan çıx get. Hə, doğrudan ha, qapıda var. O, tərpənmə, Nə olub? tərpənmə. Kimsə gəlir. Sus, Sən gizlənməlisən. sakit, Səma, Aslan bəsdir, məni qorxutma. sakit. Kimsə gəlir. Bir söz de. Ağrıtdı. Sən yenə bunu elədin, hə? Mən gedirəm. Dediyim yerdə görüşərik. Ehtiyatlı ol. Qardaşımızın vəziyyəti necədir, hə? Əgər ölsəydi xəbəri gələrdi. Deməli, bəxtimiz yenə gətirməyib. Hələ ki sağdır. Sən əvvəl özündən danış, Cavidan. Dünən evə çox gec qayıtmısan, hə? Bilmək olar nə işlərlə məşğulsan? Bilirsən ana, qardaşım qarşısına çıxan bütün qızları maşına oturdub, bütün şəhərdə gəzdirib əyləndirir. Hey, səsini kəs görüm. Mənə ağıl vermək sənə qalmayıb, bildin? Mən nə dedim ki? Alo əzizim, sən hardasan? Ayşə xalanın evindəyəm, axmaq. Bircə dəfə zəng eləyib hal-əhval da tuta bilmirsən? Zəng eləyib soruşmaq belə çətindir? Niyə kobudluq eləyirsən, hə? Bəs də haykü salma. Mən elə zəng eləməyə hazırlaşırdım. Fırıldaqçıların hardadır? Yanımdadılar. Səhər yeməyi yeyirik. Sizi görüm səhər yiyəsiz. Mən burada fikirdən ölürəm. Bunlar orada öz keflərindədirlər. Sizdən adam olmayacaq da. Zəhər toluğu. Bu vaxta qədər sevimli atamdan şirin bir söz eşitmədik. Çünki atam bizi böyük yeni il ağacının altından tapıb. Az qalıb yemək indi hazır olacaq. Yeməyə nə hazırlayırsan? Quymaq bişirmək istədim. Axı sən onu çox xoşlayırsan. Quymaq da yeməkdir.
Sən çalış, yaxşı, tutumlu yeməklər bişirəsən. Elə bişir ki, varlı balaları yeyəndə ləzzətlə yeyə bilsinlər. Axı quymaq pis yemək deyil ana, sən onu çox xoşlayırsan. Bağışla, Ulduz xanım. Olar ki, mənə o günkü qızıl boyunbağımı verəsən? Boyunbağını? Neynirsən onu? Məndə də saxlamışam. Etibarlı yerdədir. Ona heç kim toxuna bilməz. Özümdə qalsaydı yaxşı olardı anacan. Ulduz xanım. Getmək istəyirsən, hə? Ana, Hə? bu tez getsə yaxşı olar. Artıq bununla bir evdə yaşamağa səbrim çatmır. Səsini kəs ay qız. O sənin bacındır. Deməli sən mənə belə nifrət edirsən, Banu? Hə, nifrət eləyirəm. Səni görmək belə istəmirəm. Tez çıx get. Əgər getməsən, o günkü kimi yenə Poladı bura çağıraram. Necə? Yenə Poladı çağırarsan? Deməli, həmin gün Polada burada olduğumu sən demisən, hə? Düzdür? Hə, mən demişəm, düppədüz tapmısan. Ürəyim belə istədi. Sən yad qızısan, bildin? Banu. Bu evsə tezliklə mənim olacaq. Necə? Tez gözümün qabağından rədd ol. Deməli onda bütün bunları sən təşkil eləmisən, axmaq. Sən hansı ağırla... Bırax məni! Sən hansı cürətlə mənə axmaq deyirsən, hə? Susun! Susun! Ay. Salamatlıqdır. Burada nə baş verir, hə? Heç nə ana. Salam əleyküm. Biz Səmaya baş çəkməyə gəlmişdik. Bu qızlar da qəribədir. Biri deyir çayı mən dəmləyəcəm. O biri də deyir ki, yox mən dəmləyəcəm. Mən də dedim ki, lazım deyil, özüm dəmləyərəm. Sənin burada mətbəxdə nə işin var? Axı xidmətçimiz var. Onda bu xidmətçi öz yerini bilsin. Səhər yeməyə hazırdır. Səma, sən nənəm. Az qalıb nənəcan. Mən hazırlıq görürdüm. Anacan, anacan, narahat olmağa dəyməz. Hər şey yaxşıdır. Dedim axı, mən hər şeyə nəzarət eləyirəm. Mənlə gəl. Bir boyunbağının üstündə gör nə boyda hoqqa çıxartdın. İndi razı qaldın? Axmaq. Tez ol, səhər süfrəsini hazırla. Acından öldüm. Getməsəz yaxşı olmaz. Məyər atanızı görmədiniz, özündən çıxmışdı. Güya biz getsək onun şikəstə oğlu sağalıb ayağa qalxacaq. Bir də ki, mən xəstəxanadan qorxuram anacan. Oranın qoxusundan zəhləm gedir. Dedim ki, gedəcəksən. Getməsəz, atanız məni rahat buraxmayacaq. Siz mənim başımı bəlaya salacaqsınız. Sonra da atanızdan üzr istəməli olacaqsınız. Ona görə cavab ver, buna görə cavab ver. Qanımı qaraltmayın. Ana, bugün mənim işim həddindən artıq çoxdur. İşini, gücünü bir kənara qoy. Sənə pul lazımdır? Hı? Onda getməlisən. Bəs sən necə? Pul lazım deyil? Qalxın, ikiniz də gedin. Yaxşı oldu anacan. Durun. Tez olun, durun. Bu əl çatmaz miras görəsən nə vaxt bizə qalacaq? Evin qayğıları məni lap boğaza yığıb. Mənə nəsə demək istəyirsən, Aslan? Hə, demək istəyirəm. Amma mənə nəsə mane olur. Çəkinmə, danış görüm. Sən niyə belə çəkingən olmusan? Axı əvvəllər nə olsa gəlib mənə deyərdin. Vəzirə xala, mən getmək istəyirəm. Ona görə də səndən vidalaşmalıyam. Gedirsən, hara gedəcəksən? Bunu hələ ki dəqiq bilmirəm, amma gedəcəm. Salamatlıqdır, Aslan. Sözün düzü bunu da bilmirəm. Təkcə onu bilirəm ki,
Artıq başqa cür yaşamaq istəyirəm. Belə həyat tərzi məni çox yorur. Bəs Səma necə? O necə olacaq? Onu da bilmirəm. Evində xeyli vaxt qalıram. Əgər yaxşı pis nəsə demişimsə, məni bağışla xala. Haqqını halal elə. Sözün düzü, sən mənim evimi canlandırırdın. Səndən tənhalığı hiss eləmirdim. Əgər sən kirayə haqqını fikirləşirsənsə, lazım deyil. Verməsən də razıyam. Məsələ pulda deyil, Vəzirə xala. Mən getməliyəm. Ağlama. Yenə telefona cavab vermir. Onsuz da səni tapacam Banu. Alo. Kimdir? Fərruxdur. Necəsən, yaxşısan Səma? Fərrux qardaş, necəsiz? Atanız yaxşıdır? Bilmirəm, yəqin yaxşı olar da. Səma, qulaq as, mən şəhərə təzə gəlmişəm. Banunun harda olduğunu bilirsən? Bilirəm. İstəyirsən onun ünvanını sənə deyim. Zarafat eləmirsən ki? Əlbəttə ki, deyim. Sən həmin məhəlləyə çatan kimi böyük qırmızı ev görəcəksən. Banu bax, o evdə yaşayır. İndi ünvanı sənə göndərəcəm. Yaxşı, yaxşı. Mən demişdim ki, əvvəl-axır səni tapacam. Səma, necəsən? Alo, Nə oldu? Pulu verdin? hələ yox, indi verəcəm. Mənlə getməyə hazırsan Səma? Bilmirəm. Düzü, tərəddüd eləyirəm. Tərəddüd eləyirsən. Hər şey yaxşı olacaq. Mən səni damda gözləyəcəm. Çox gec gəlmə, yaxşı? Alo, Səma? Gələcəm. Amma əvvəlcə qoy Səltənət ana ilə hər şeyi aydınlaşdırım sonra. Gələcəm. Sənə inanıram. Yaxşı. Yenə də ehtiyatlı ol. Salam aleyküm atacan. Salam aleyküm. Harda itib batmışdınız? Özüm deməsəydim, bura gəlmək ağlınıza da gəlməyəcəkdi, ha? Görürsən ki, gəlmişik ata. İş işdən keçəndən sonra bura gəlməyinizin nə xeyri var, ha? Elə sən, yekə kişisən. Bu sənin öz ağlına gəlmirdi? Mən neyniyə bilərəm, ay ata? Sənin qardaşın burada ölümlə mübarizə aparır. Neyniyimi? Onu mən şikəst eləmişəm? Ya onun həyatını xilas eləyə bilən həkiməm? Şikəstdir də, indi belədir. Neyniyim? Biz neyniyə bilərik? Ey, ay uşaq, əvvəl fikirləş, sonra danış. Fikirləşim danışım. Yaxşı, onda mənə qulaq as. Bütün bu bəlalar səncə niyə başımıza gəlir? Heç bu haqda düşünmüsən? Çünki sən ata-ananı çox incitmisən. Bizi bu günə qoyan onların ahıdır. Hələ Elnur qardaşımdan başqa hamımız it kimi sürünəcəyik. Ata! Kəs səsini, axmaq. Biraz sakit, ne olub burada? Xahiş edirəm, sakit olun. Qardaş, sən yaxşısan? Yaxşıyam. Oğlumun vəziyyətində dəyişiklik var, həkim.
Dəyişiklik var. Amma pisə dolu. Bundan siz nə demək istəyirsiniz? Xəstənin vəziyyəti ağırdır. Bunu gizlətməyin mənası yoxdur. Əlimizdən gələn hər şeyi eləyirik. Həkim. Samir, Hə? dayan. Dayan. Gedirsən? DNT üçün saç nümunəsi verməyə gedirəm Ulduz xanım. Lap yaxşı. Dünənki təklifim haqda fikirləşmisən? Belə bir fürsət əldən vermək olmaz. Bilirəm. Qızıma laqeyd yanaşmazsan. Bu nədir? Bununla mənə təzyiq göstərirsiniz? Yox, sadəcə deyirəm o gözəl başını işlət vəssalam. Sözə qulaq assan, bütün bu var dövlətin hamısı sənə qalacaq. Onsuz da bu evin əsl varisini tapa bilməyəcəksən. Onun harda olduğunu yalnız mən bilirəm. O kaftar Banunu həqiqi varisi hesab eləyir. Eybi yox, o elə olsun. O kaftarın ömrü o qədər də çox qalmayıb, özün bilirsən. Mən çox şey bilirəm. Məsələn, əgər 40 illik aclıq olsa, birinci kimin əcələ çatacağını da bilirəm. Kiməsə ölüm diləməzdən əvvəl özünə ömür dilə deyiblər. Hansımızın birinci öləcəyini yalnız Allah bilir. Mən artıq getməliyəm. Mənə bax Samir, çox inadkarlıq eləmə. Bax belə, özünə gəlsən hər şey yaxşı olacaq. Sözün düzü, mənim var dövlətim özümə bəs eləyir. O ki qaldı qızınızı sevməyə. Qismətimizdə varsa bir yerdə xoşbəxt olarıq. DNT-nin nəticələri çıxana qədər sağlıqla qalın. Ana, yaxşısınız? Onu yola salırdım. Gitti. Dedi ki vacib işi var. Hay Allah. Hay Allah. Sən özün də ata ilə kobud danışdın, qardaş. Bunu mənə sən deyirsən? Məyər sən özün bu fikirdə deyilsən? Bir tərəfdən düzdür. Məyər Elnurun şikəst olmasında biz günahkarıq? Bəsdir, o sənin anan deyil, o mənim anamdır. Çəkil, başa düşmürsən? Sən nə deyirsən? O mənim də anamdır. Yox, mənim anamdır. Kes səsini. Ay! Kəs səsini. Çay dəmləyib gətirmişəm xalacan. Əhvalınız yaxşıdır. Başınız ağrımır ki. Yox, çox sağ ol, yaxşıyam. Sən daha mənə xala demə yaxşı, mənə nənə deyə bilərsən. Ya da ana de. Yaxşı oldu. Anacan, sizə vacib bir söz demək istəyirəm. Səni başa düşdüm. Deyəsən ikimizin də ürəyi doludur. Elə mən də sənə bir söz demək istəyirəm. Ona görə də gözlə. Qoy əvvəlcə mən sözümü deyim. Son zamanlar mütəmadi olaraq çox qəribə yuxular görürəm. Bu yuxulara çox vaxt
sən gəlirsən. Həmin gün sən ata-anan haqqında danışmadın. Sözün düzü, anacan, onları xatırlamaq istəmirəm. Xahiş eləyirəm. Bu barədə mənə sual verməyin. Qızım, sən valideynlərindən yaramamısan. Mən isə övladlarımdan. Bir də ki, mən bunu hiss eləyirəm. Bu dünyada yəqin ki, çox yaşamayacağam. Anacan, Hə, bəlkə elə məni kimsə öldürdü qızım. axı niyə elə deyirsiniz anacan? O nə sözdür? Yox qızım, çox şey var ki, sən bilmirsən. Mənim düşmənim həddən artıq çoxdur. Hətta bu evdə də məndən düşmənçilik eləyən çox adam var. Səni ilk dəfə gördüyüm həmin o gün sənə elə ürəkdən bağlandım ki, elə bil uzun illərdir səni tanıyırdım. Sən çox xeyirxahsan. Xahiş eləyirəm, məni bu dünyada tənha qoyub getmə. Səma qızım, indi sən sözünü de mənim balam. Bax, atan gəldi. Salam aleyküm. Ay mənim şirin qızım. Ah, gel görüm. Rahat gələ bildin atacan. Ah, Sənin üçün çox darıxmışdım ata. ah, mənim əziz qızım. Mən də sənin üçün darıxmışdım. Görürsən, bu oyuncağı sənin üçün almağa getmişdim. Çox gözəldi. Çox sağ ol. Bəs anam, anamı gətirib gəlmədin? Tezliklə anan da gələcək. Anan sənə salam da göndərdi Nə qızım. vaxt gələcək, hə? Elə həmişə gələcək deyirsən atacan. Əgər belə fikir eləsən, anan gəlib çıxmayacaq. Anan hazırda xaricdə müalicə alır. Sağalandan sonra onu mütləq gətirəcəm. Bax elə bu oyuncağı da, qızım, sənə anan göndərib. Anam biraz tez gəlsəydi çox yaxşı olardı. Anam üçün çox darıxıram atacan. Aslan nə olar? Məni bağışla. Mən gələ bilməyəcəm. Çox düşündüm və bu qərara gəldim. Xahiş edirəm məni unut. Mən də səni unutmağa çalışacağam. Belə eləsək, ikimiz üçün də yaxşı olar. Əlvida. Yox, məni unutmağa haqqın yoxdur Səma. Çünki mən nə qədər ki sağam, səni unuda bilmərəm. Qızın sənin üçün çox darıxır. Bacı o mənim üçün yox, anası üçün darıxıb xiffət çəkir. Artıq onu qaytarmaq mümkün deyil. Yaxşı olar ki, qızın gözünü yolda qoymayasan, anasının öldüyünü ona deyəsən. Sən nə danışırsan bacı? Əgər bunu ona desəm, qızım daha da pis olacaq. Mən əbəs yerə demirəm ki, Səmanı bura gətirmək lazımdır.
Axı o bir bax. Gör gəlin bacın Naziməyə necə oxşayır. Qızıma da Səma ilə çox yaxşı olar. Nazimənin ölümündə əslində mən günahkaram bacı. Başa düşürsən? Dünyanı alt-üst eləməli olsam da mən Səmanı bu evə gətirəcəm. Axı səni belə mesaj yazmağa kim məcbur eləyə bilər, hə? Mən zəng eləyəndə zənglərimə cavab ver. Bilirsən nə var? İndi burada elə şeylər baş verir ki, onları sənə izah eləyə bilmərəm. Bir saatdan sonra pullar məndə olsun. Başa düşdün? Başa düşdün? Mən bu dəfə əli boş getməyəcəm. Mənə bax, sən kimsən ki bu var dövlətə sahib olasan? Hə, ələyağa düşmüsən, hə? Düzdür? Axı qardaşımı dostu öldürüb. Amma sən həmişə məni qatil bilmirsən ana, məni. Bu evin duzunu yeyib duz qabısına tüpürürsən? Nə qədər oğurlamısan? Mən səni bağışlayıram. Serial Space televiziyasının sifarişi ilə birləşir. Gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. Oxuşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.